Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Sizə bugün elə bir mənzil təqdim edəcəm. Mənzilimiz bir dənə gör hardadır. Kərbalay, bir də fırlan bir dənə göstərək qardaşım. Gəl bir dənə göstər. Düz Continental Marketlə üzbəüz. Azadlıqla İnqilabın kəsişməsində 156 kvadrat. 156 kvadrat, qanuni 3 otaq. Mənzilimizdə dəyərli izləyicilərim, gözəl izləyicilərim, hər şey brenddir. Bax, 50 qoy buna brenddir, 50 qoy ona brenddir, 50 qoy buna brenddir. Bura mətbəxdir. Kermogranit olan hissələr hamısı istipoldur. Və bu da bizim, belə deyim, qonaq otağımız. Evdə dəyərli izləyicim hər şeyi zövqlə edib. Yəni burada deyilməyib də, ay bu bahadır, biraz ucuzunu alaq, ay o bahadır, bu ucuzunu alaq. Parketinə qədər birinci sort parketdir. Bura qonaq otağımızı. Gəl qardaşım. Yəni evdə gördüyünüz hər bir şey evin içində qalır. Bura bizim hamam, sanuzel hissəmizdir və qarşıda da bizi görsən hər şey divarın içinə yığılıb. Bax, buna bax qardaşım. Bax, buna bax. Hər şey mövcudda evin içində qardaşım. Hər bir şey. Burada bizim dəhliz hissəmiz, Kərbalay. Bir dənə gec arxaya başa dönürsən. Gec arxaya. Bu mənzil məni məndən alır. Qardaşım, şkaflara bir dənə bax, qurban olum sən. Buna bax. Açdın, bax, işığına qədər içində. Əsl brendi budur, hə? Qardaşım. Burada bizim, belə deyim, desk otaq demək olar da bura, bax. Hər şeyi bax. Gör nə gözəl, buna bax. Buna bax, qardaşım. Söz tapa bilmirəm də, bax. Kombinin radiatorlarına qədər. Hamısı brenddir. Brend, qardaşım. Canım sizə desin. Və burada növbəti 3-cü otağımızdır. Böyük yataq otağımız. Belə deyək. Yenə təkrar nəzərdə çatdırıram. Mənzilimiz 156 kvadratdır. Qanuni 3 otaq. Continental Marketlə üzbəüz. Azadlıqla İnqilabın kəsişməsində. Burada yataq otağımızın daxilində olan hamam, sanuzel hissəmizdir. Mənzilimizdə ipotekaya yararlıdır. Mənzilimizdə 2 balkon mövcuddur. Mərtəbəsi orta mərtəbədir. Yeri gözəldir. Evdə deyim ki, ay yol qırağıdır, səs gəlsin, nəsə gəlsin. Elə bil ki, evdə yoxdur, dəyərli izləyicilərim. Gəlib baxa bilərsiniz. Qiymətini də əgər istəsəz, qiymət də yer üçün əla bir qiymətdir. Zəng vurarsınız inşallah, dəyərli izləyicilərim, qiymətində inşallah əlaqə saxlaya deyəcəm sizə. Allahın amanında olun.